Azərbaycanlı bir müğənni qadın. Elə edirəm bu müğənnilərdən danışmayacağam. Xəbəri alıram, məcburən sizə bu xəbəri çatdırmalıyam və o xanım uşaq dünyaya gətirib və hamıya deyir ki, ərim çox tanınmış iş adamıdır. Bizdə çox qəribədir ki, burada o kişilər, o oğlanlar, inanırsınız, heç yerdə yer tapa bilmirik. Bir ildən sonra eşidirik ki, Moskvada, Rusiyada, Rusiyada, orada, burada çox məşhur iş adamı olub. Maraqlıdır mənim, çünki burada bir daşı üstünə qoyanda daşı aşırırdı. Orada necə iş adamı olub? Və məlum oldu ki, bu xanımın o çox böyük iş adamı Rusiyada, elə deyim, Rusiyada, Moskva bazarlarının birində göy-göyərtə satır. Keşniş, soğan, turp, çuğundur, kök, pitruşka. Amma hamı onu iş adam kimi təqdim edir. Əzizim, eybi yoxdur. Öz yalanınla, ay müğənni xanım, öz yalanınla özün xoşbəxt olacaqsansa, ol. Amma o uşaqlar böyüyəndə biləcək, axı dünyaya gətirdiyin uşaqlar verir, onlar biləcək ki, ataları bazarda göy-göyərti satır. Əslində göy-göyərti satmaq eyib deyil. Amma bu xanımın belə təqdimatına görə adam qeyzlənir, hirslənir, nə bilim, nələr edir ki, yəni acıq verə-verə. Belə insanlarda belə qıcıq yarada-yarada, uşaqlarımın atası, həyat yoldaşım, oradakı həyat yoldaşım iş adamıdır. Bazarda göy-göyərti satır. Göy-göyərti, keşniş, soğan, turp, soğan, məndən bu qədər.